Salam dostlar. Bugün layihənin qaldığımız yerdən davam edəcəyik və biz layihədə hansı hissədə qalmışdı ona bir dənə baxaq. Deməli, birinci sectionu yazmışdıq, ikinci sectionu, about sectionu yazmışdıq. Orijinal layihəmiz də buydu. Buradan baxaraq yazırıq və indi gəlirik burada üçüncü sectiona. Bugün 2 dənə section yazmağı planlaşdırıram. Niyə? Çünki bu section çox bəsit bir section olduğu üçün onu tez bitirəcəyik və sürətlə bu sectionu hazırlayaq. Gəlirəm bura, ora start adını verəcəm sectiona. Gəlirəm bunu açıram və burada deyirəm ki, buna gələcəm aşağıya və buradan burada bir dənə xüsusiyyət verəcəm bu şəkildə. Deyəcəm ki, start section, start və buna bir dənə də əlavə edəcəm. Olacaq start section end. Və burada artıq mən gələcəm işimi həll edəcəm. Buradan autosave-i mən bir qaldırım hələ ki. Ona görə daha rahat edə bilərəm. Deməli, mən burada bunu nə yaradacağım? Diqqət elədiksə, biz bundan öncəki sectionda belə bir section padding deyə bir şey əlavə eləmişdik. Bu hansı ki bizim ehtiyacımız olan bir padding vermək üçün istifadə olunan bir section class idi və burada da eynisini verəcəm. Starts nöqtə section spacing deyə. Section spacing idi, səhv eləmirəmsə, yəni klassımın adına baxıb. Section spacing. Bu şəkildə mən bunu verə bilərəm. Və bunun içərisində də mən diqqət edirsinizsə, deməli bir row-um olacaq və bir içərisində də code 3'üm olacaq. Neçə dənə? 4 dənə olacaq. Və bunun içərisində də start item deyə bir şeyim olacaq. Klassım olacaq, elementim olacaq və bunun içərisində də hər birinin içərisində də nə olacaq? Buradan baxaq. Deməli, yəni number'ın olduğu bir hissə var. Burada diqqət edirsinizsə, number rəqəmlərin olduğu bir hissə var və bunun adı var. Gəldik bura. Mən gələcəm bura, indi qoyacam deməli h2 yaza bilərəm. Bura deyəcəm ki 345 olsun hələ ki və burada deyirəm ki h4 yazıram. Deyirəm ki happy clients deyə bir data yazıram. Və nəticəsinə gedək baxaq. Təbii ki bunu save eləsək. Gedək baxaq bunun sonucuna. Bizdə gəldi bura happy clients yazdı bu şəkildə və mən burada artıq bunları sürətlə bir tənzimləyim. Bu nəyin içərisində gedəcəm. Baxın, stats adında bir section'ım yoxdur. Gedəcəm burada stats SCSS qoşacam bura və bunu da gətirib qoşacam hara? Sections'ın içərisinə və burada da add import yazacağım. Deyəcəm ki stats'ı da import elə bura. Və burada da stats section'ın içərisində də gələcəm stats və burada nə var? Start item var. Start item'da gördüyünüz kimi mən burada nə edirəm? Align items, align text, center deyirəm. Text align, pardon. Bunu da verə bilərik. Text align center də verə bilərik və ya necə deyərlər, flex komandalarından istifadə edə bilərik. Sadəcə fərqli olsun deyə bunu yazıram. Bunu yazdıq. Bu avtomatik olaraq mənim üçün bunları ortaya gətirdimi? Gətirmədi. Niyə? İndi bunu analiz eləmək lazımdır ki, mən buradan gəldim, bunu save elədim və baxıram ki, burada nədə
problemim var. Bunları ortaya gətirmədi. Bir analiz edirəm ki, niyə ortaya gətirmədi? Baxaram. Deməli, bunu biraz balacalaşdıraq. Gəldim stat item'a, text align baxmışam. Stat item'a hər hansı bir bu convert olunmuyub, elə görünür. Watch olunmuyor. Bir dakika. Stats sections'a koştum. Stats item'ı tamam, header, about ve stats'ı da koştum. Ondan sonra gəlib bir CSS'imi yoxlayıram, görək stats gəlib mi bura. Bəzən ola bilər ki, compile olunmasın və mən bunu bir dənə auto save qoşsam və baxıram ki, indi stats gəlib mi? Stats bura compile olunmuyor. Baxıram stats keyword'ü burada var. Sections'da da bunu mən qoşmuşam. Adlarda hər hansı bir problemim yoxdur. Ondan sonra burada da sections'ın içərisində section CSS sası da qoşmuşam bura. Və bunu bu şəkildə render edəndə artıq gəldi. Mənim indi buradakı problemim render olunma prosesi idi. Render olunmada məndə bir problem var idi. Ona görə onu bu şəkildə həll eləmiş olduq. Və indi burada bir dənə eləyəcəyimiz nədir? Bu elementin sağına, hansı elementin sağına, bunun sağına bir dənə border əlavə eləməkdir. Və ondan sonra bunun da rəngini dəyişdirməkdir. Bunun rənginə bir dənə baxaq. Rəngi nədir bunun? Line head və s. verdik. Gedək buradan bir color götürülüb və gəlirəm mən buradan bunu bağlayıram. Buradan necə deyirlər, rahat işləmək üçün, yəni bu tablara diqqət edin. Mən məsələn bəzən çox qarışdırıram. Ona görə çox tabın açıq olmasını tercih eləmirəm. Gəlirəm bunun içərisində deyirəm ki, H4-də idi. H4 və buna deyirəm ki, color bu olsun. Və ondan sonra bir də H4'ün də nəyi var? Text transform uppercase. Text transform. Burada məndə bu hansı uppercase. Auto save'də məndə problem yaranır. Uppercase. Ona görə mən bilirik bu auto save'i hələ ki saxlayacağım. Auto save eləməsin. Mən bunu uppercase eləyəcəm. Text transformuna və gələcəm ki, bunu uppercase eləyibmi və bu arada bir məsafə verə bilərik. Bunu da məsələn necə deyə bilərik? Deyə bilərik ki, extend hansını? Extend hansı klası? mt məsələn 20 olsun. Bunu da biz extend eləyək və gördüyünüz kimi bu şəkildə. Bir dənə də mən gələcəm start item'a, border right verəcəm buradan. Bir pixel solid light gray olsun. Light gray. Baxaq, o border'ı verdik, border right'ı verdik və bu border right verdik. Bizə bir dənə lazımdır ki, ən sonuncu elementdə border right olmasın. Dolayısıyla mən bunu nə edəcəm? Deyəcəm ki, buradan sonuncu elementə, last child'a, bunlardan last child'ında nə olmasın? Border right olsun. Bu da mənə nə verəcək? Start itemlardan sonuncusuna verməyəcək. Border right verməyəcək. Dolayısıyla at last child bunu niyə vermədi? Border right. Mən bunu save elədim mi? Bunu verdik. Bu şəkildə məndə olmuş oldu. Normalde border verdim ama o təsir eləmədi. Yəni baxaq. Bu gəldi. Border right verəndə
veya bunu belə eləyə bilərik. Bir piksel solid transparent verə bilərik. Bu daha uyğun ola bilər mənim kodumda. Bu yeni bunu götürmədi. Niyə götürmədi? At last child start item içərisində bunlardan bunun compile olmasına bir dənə baxaq. Start item içərisində last child start item last child bir border right bir piksel okey. Mən start item'ı burada vermişəm. Bunu transparent vermişəm. Burada hər hansı bir sıxıntı olmamalıdır. Start item'lardan last child'dan bura baxaq. Start item'lardan last child'ın içərisində buradakı şeyə bir baxmaq lazımdır. Bunun niyə işləmədiyinə bir baxmaq lazımdır. Əslində bunun burada yazılmasının belə səhv olmasının səbəbi nədir? Buradakı əslində bizim yazdığımız sistem, yəni ki child selectorlar əslində düzgün deyil. Niyə düzgün deyil? Çünki mən deyirəm ki bunun içərisində, statsın içərisindəki start itemlardan, amma ki mən bunu nəyin içərisində olmalıdır? Mən deməliyəm ki column üçün içərisində və s. deməliyəm. İndi bunun üçün vaxt itirməmək üçün mən gəlib bura bir dənə style əlavə eləyə bilərəm. Hələ ki style əlavə edib bunun içərisində yaza bilərəm. Bunu ki vaxtımız getməsin. Bir piksel solid transparent border right verək. Border right bir piksel solid transparent verdik bura. Bu şəkildə verdiyimiz zaman bu da problem yarattı bizə. Niyə problem yarattı? Bir saniyə. Column right'a bura yox, bunu bura yox. Start item'a vermək lazımdır ki bizdə problem yaratmasın. Gəldik bura start SCSS-ə. Inside-da bunu saxlayaq hələ ki. Və bu şəkildə bir görüntümüz var. Bir də ümumi burada gördüyünüz kimi bunun yuxarıdan bir border'ı var. Onu da gərək verək. Bu da nədir? Start item'a deyirəm ki border top olsun. Bir piksel solid light gray olsun. Bunu da verdi. Bu şəkildə mənə bir dənə yuxarıdan verdi. Bu şəkildə mənim o happy client hissəmi həll eləmiş oldum. İndi gedirik növbəti section'a, onu yazmağa. Növbəti section'da diqqət edirsinizsə gələcək bura. Bunun strukturu digərlərindən fərqlidir, görürsünüz ki. Baxın, burada normalda konteyner buradaydı, amma məndə artıq 2 dənə bu şəkildə full screen olan hissə var. Bunu yazmaq üçün təbii ki, mənim burada bir dənə grid grid hissəmdə belə bir class yazmışdım. Container full deyə. Burada bunu istifadə edəcəm. Çünki artıq yeri gəlib bunu istifadə eləməyim. Dolayısıyla gəlirəm bu artıq bitdiyinə görə, bu hissə bitdiyinə görə mən buranı bağlaya bilərəm. Gəlirəm bura deyirəm ki, bura nə ad verək bu section'a? Baxaq, branding, features deyə bilərik, xüsusiyyətlər deyə bilərik. Features, section, start deyə bilərik və burada feature section end deyə bilərik. Və burada da yenə eyni şəkildə section deyirəm features və nöqtə section spacing deyə bilərəm. Section spacing dedim və bunun içərisində nə olacaq? Container full içərisində 2 hissəyə bölünüb ora. Bunun içərisində row olacaq bir dənə və içərisində də call out olacaq 2 dənə və hər birinin içərisində də features item feature bir dənə class olsun.
future item klassı olsun. Future item klaslı indi burada artıq future item klasından daha çox bunlar 2 dənə olacaq. Niyə 2 dənə eyni şey yazmıram, xüsusiyyət yazmıram? Çünki burada artıq biraz daha fərqli bir xüsusiyyət olacaq. Yəni tava bassaq, kol 6 vurulsun 2. Niyə bunu gətirmədik? Bunu verək və bundan bir dənə də kol 6 olacaq bunun içərisində. Və mən bunlara ayrı-ayrı klas adları verəcəm. Niyə ayrı-ayrı klas adları verirəm? Çünki bunun xüsusiyyəti ilə bunun xüsusiyyəti eyni deyil, gördüyünüz kimi. Dolayısıyla mən buna ayrı bir xüsusiyyət verib, buna daha ayrı xüsusiyyət klas verməyim idarə etmə baxımından daha rahat ola bilər. Burada deyə bilərəm ki, məsələn, Futures background deyə bilərəm, future image deyə bilərəm, future detail da bura deyə bilərəm. Gəlirəm buna, bunun içərisində bir dənə class yaradıram. Futures image deyirəm və buna da deyirəm ki, futures details bir class verirəm. Birinci bu hissəni həll edəcəm mən bu future və burada diqqət edirsinizsə mənim hündürlüklərlə bağlı bəzi məsələlərim olacaq. Hələ ki buna fixed hündürlük verirəm. Təbii ki bu olduğu üçün mən gələcəm burada yenə deyəcəm ki futures SCSS bunu qoyduq və section'a da bunu insert edəcəyik. Features deyə. Baxın, bu şəkildə artıq görürsünüz ki, layihəni daha sistemli şəkildə yaza bilirəm. Hər section üçün ayrı, az və ya çox. Yəni ki, yazdığım kodun az və ya çox olması bir o qədər önəmli deyil. Əsas sistemlilikdir ki, sonradan mən bunu dəyişdirəndə, artıq mən bu şəkildə kod yazanda bu mənim üçün çox da problem yaratmır. Səbəb, çünki problem hardasa gedib oranı onun daxilində fix edəcəm və bu mənim üçün layihəmin daha rahat update oluna biləcək mənasına gəlir. Buna mən hələ ki fixed height verirəm. Deyək ki, görə bilməyimiz üçün bəzi mövzuları. Bunu qoyduq və indi bunun içərisində də təbii ki, nə var? 2 dənə hissə var. Future, bunu bağlayaq. Burada nə var? Futures image var. Futures image var. Bunun içərisində. Və ondan sonra nə var? Bir də futures detail var. Bunu götürdük. Features detail'da da bu 2 dənə klassımı bura yazdım və burada bir background image istifadə edəcəyik. Buradakinin xüsusiyyətini eləmək üçün bir dənə şəklə baxaq. Buranın da bu idi, səhvləmirəmsə. Bunu götürək, save image as eləyək, gətirək hara? Bizim layihəmizin daxilinə yerləşdirək. Bunun daxilinə parallax image 1 və s. deyə belə bir şəkildir. Mən niyə bunun background image olaraq istifadə edəcəm? Çünki orada parallax effekti var. Parallax nə deməkdir? Məsələn, bura diqqət edirsinizsə, şəklə bir dənə diqqət edin, zəhmət olmasa, mən burada yuxarı aşağı gedəndə şəklin hərəkəti biraz daha fərqli olur, gördüyünüz kimi. Sabit şəkildə hərəkət eləmir. Bunun ilkin versiyasını burada eləyəcək. Bunun əslində parallax effektini tam olaraq JavaScript bilərək eləmək daha yaxşı olar. Daha effektiv olar deyə düşünürəm. Mən bunu yerləşdirim. Gəlirəm bura. Bura height deyəcəm. Inherit olsun. Inherit olsun. Götürüm inheritlə. Və bura deyəcəm ki, background olsun, background image deyəcəm ki URL və burada mən SAS papkamın içərisində olsam da mən image'in URL-ni sadəcə CSS-də olduğu kimi verəcəm. Image slash bunun adını verəcəm. Niyə? Çünki mən bilirəm ki bu compile olunur nəyə? Mənim CSS papkama. Dolayısıyla bunun location'ını verəndə, yəni ki, passini verəndə mən o əsas almalıyam. Nəyi?
mənim CSS papkanı əsas götürməliyəm. Yəni style CSS-ə görə mən pass verməliyəm background image-ə. Ona görə mən bu şəkildə verirəm. Bunu verdik. Bir nəticəmizə baxaq burada. Gəldik bura. Bu hələ mənim şəklim bura gəlməyib. Niyə? Böyütmanı save eləməmişəm deyə. Ona görə gəlib düşməyib bura. Bir dənə analiz edəyək bunu. Analiz edəyək. Section içərisində. Və baxaq future image-də. Background image verilib. Buna image-də və futures image-də. Niyə bu burada göstərmir? Çünki göstərməməsinin səbəbi bunun hündürlüyünün düzgün olmamasıdır. Diqqət edirsinizsə bura. Baxın. Bu hissəyə diqqət edin, zəhmət olmasa bunun hündürlüyünü 0 olaraq göstərir. Deməli ki, mənim buradakı inherit xüsusiyyətim düzgün işləmir. Bunu hələ ki 500 piksel eləyək. Və inherit xüsusiyyətin niyə işləmədiyinə baxmaq lazımdır. Çünki bu əslində götürməlidir buradan. Normalda hər hansı problem olmamalıdır. Bunu bu şəkildə yazdıq. 500 verək bura hələ ki. Features'dan, Features'ın içərisində bunu da yerinə 500 yazaq hələ ki. Zaten sonradan bunları fix eləyəcək. Bunu da verdik və belə bir görüntüm yarandı. Bunu biraz daha artıra bilərik. Hələ ki 700, buranı da 700 eləyə bilərik. İndi belə bir şey var, xüsusiyyət var. Burada baxın, bu şəkildə yuxarı aşağı gedəndə sabit şəkildə gedir. Amma mən bunu belə deyə bilərəm ki, background size, birinci bunu eləyək. Background size, bunu cover eləyək. Çünki bütün ərazini tutsun. Ondan sonra background attachment verəcəyik bura. Yəni bunu sabitləmək üçün. Background attachment fixed verə bilərik. Background attachment fixed olması o deməkdir ki, o background şəkli sabit bir yerdə duracaq və bu şəkildə bir effekt yaranacaq gördüyünüz kimi. Yəni bu bir mənada bizə parallaks effekti verəcək. Sabah hər hansı bir iş görəndə bu effekti vermiş olacaq bizə. Bu hissəni də həll elədiyimizə görə sağ tərəfi artıq həll eləyə bilərik. Sağ tərəfdə nəyimiz var gördüyünüz kimi? Bir dənə burada boşluğumuz var. Fikir verin. Bu boşluğu mən nə olaraq istifadə edə bilərəm? Section spacing olaraq və ya özüm bir dənə padding verə bilərəm buna. Və bunun içərisində nə var? 4 dənə element var. Mən bunları grid-lə yerləşdirəcəm. Gəlirəm Features Detail-in içərisinə. Birinci bura əlavə edirəm. P əlavə edirəm 35. Padding versin. Ondan sonra bunun içərisində də deyirəm ki, Futures Details Item deyirəm və bundan neçə dənə edirəm? 4 dənə edirəm. Item, bundan da 4 dənə çoxaldacam. Və birinci bunların hələ ki xüsusiyyətlərini vermədən əvvəl bunların grid-lə yerləşdirilməsini eləyəcəm. Birinci buna background-u verək. Background-umuzu götürək buradan hansı background verilibsə. Background color budur. Diqqət edirsə, mən hələ rəngləri fix eləməyi, yəni ki, variable formatına çevirməyi hələ ki eləmirəm. Bunu nə vaxt eləyəcək? Artıq layihənin tam bitimində bu səhifə bütün sectionlar bitdiyi zaman mən SAS-ın ümumi formalaşdırmasını eləyəcəm ki, yəni orada bütün hansıları ki, ortaq klasa çıxarmaq lazımdır, variable-la eləmək lazımdır ki, ümumi mənzərəni siz daha rahat görə biləsiniz. Background yazıram, background, bunu verdik. Nəticəsinə bir dənə baxaq. Burada gəldik bura, bizim future image-imizdə, amma burada bu padding olmamalıdır. Burada mən o paddingi qoymayım. Burada section padding buna ehtiyac yoxdur, çünki burada istifadə olunmur. Və gəldik bura, belə bir backgroundumuz var. Bunun da hündürlüyünü verəcək. Amma bunun hündürlüyünü vermədən əvvəl
Birinci bu feature details'in içərisində nə var mənim? Hansı klasslarım var? Bu klası götürürəm. Buna ehtiyacım olacaq çünki. Gəlirəm bu bunun nəyin içərisindədir? Bunun içərisindədir. Və bunu qoydum. Birinci mən bunu nə etməliyəm? Hələ ki fiziki olaraq görə bilmək üçün bir dənə border əlavə edeyim, bir piksel solid gray əlavə edeyim, bəsit bir height əlavə edeyim buna 100 piksel və bunları yerləşdirmək üçün nə edəcəm? Display grid deyəcəm ki grid template columns olsun, repeat 2 bir FL olsun, bölünsün və gap də verirəm ki olsun 20 piksel olsun. Bunun da gap'i buna yerləşdirdik və burada bu şəkildə belə bir görüntüm yaranmış oldu. Və indi mən bunun içərisində bu elementləri yaradacağım. Bu elementlər nədən ibarətdir? İkonum var, başlığım var və bunun içərisində yazım var. Bunun üçün gələcəm. Burada bunun içərisinə dolduraq bunları və bunlar üçün də əgər icazə verirsinizsə mən bir dənə ikon götürəcəm buradan. Elə bunların eynisini götürəcəm ki vaxtımız getməsin. Buna artıq sonradan özünüz içini doldurmaq, data doldurmaq sonraki məsələdir. Buna görə vaxtımız getməməsi üçün mən gəlirəm bunların içini bunlarla doldururam. Çünki eyni məntiq olacaq. Gördüyünüz kimi bunu yerləşdirdik burada və bunları da qoyduq. Belə bir görüntümüz var burada. İndi bunları bizim formalaşdırmamız lazımdır. Bunu da formalaşdırmaq üçün baxıram nə xüsusiyyətə. Birinci stabil height'i qaldırıram. Stabil height'i buradan bunu stabil height yerinə minimum height də yaza bilərik. Hər ehtimala qarşı minimum height versək, baxıram ki burada nə var? Birinci hər hansı bir şey yoxdur. Bunları bir formalaşdıraq. İkonun rəngini buradan götürək. İkonun rəngini və buna bir dənə baxıram burada HTML-də nəyim var? I var, H4 var, P var. Gəlirəm bunun içərisinə, deyirəm I, H4 və P. Bunlar indi lazım olan xüsusiyyətləri verəcəm, istifadə edəcəm. Buna deyəcəm ki, color bu olsun. Bunu qoyduq. Ondan sonra buna font size-ını biraz böyüdək. Font size böyüdək, deyək ki, məsələn olsun 3Y və bir də ümumi buna deyək ki, text align center-lə hamısını ortaya gətirək. Yenə dediyim kimi, burada flex klasslarından da mən istifadə eləyə bilərdim. Hər hansı bir problemim olmazdı. Bunu ortaya gətirdik bu şəkildə və indi biz burada nəyi dəyişdirəcəyik? Sadəcə bunu dəyişdirəcəyik. Bunların içərisinə də bir dənə padding verim ki, qıraqdan yapışmasın və buradan da extend edirəm nəyi? Extend P35 extend edirəm buradan. Bunun içərisinə bunun bu şəkildə belə bir görüntüm var və ondan sonra buna da H4'də də bir dənə extend eləyək marjini. Extend eləyək MT MY deyək, MY 15 olsun və 20 olsa da olar. Bunu da verdik ki, bu ara məsafəni açsın bizim üçün. Bunun font size-ını biraz kiçildəcəyik. P-nin font size-ını kiçildəcəyik. Və burada deyirəm ki, font size olsun 0.8YM. Bunu da bu şəkildə kiçildik. Belə bir görüntü yaranmış oldu. Və indi artıq bu klassik görüntüm yarandığına görə bir dənə qalır bunun hover'ını həll eləmək və burada mən bunun daha səliqəli ola bilməsi üçün mən birinci bura deyirəm 5 və mənim ceyim nədir bu? Budur.
bu görüntünü əldə edirəm. Bu hoverlarla işləyərkən əlinizi alışdırmanız daha yaxşı olar ki, birinci hoverın normal görüntüsünü özünüzdə əldə eləyin, daha sonra onu dəyişdirməyə çalışın. Bu mənim indi burada bu görüntümdür. Mən bunu hoverda dəyişdirə bilmək üçün burada adətən belə bir şey istifadə olunur. Ya border'ı dəyişdirirsiniz, ya border'ı none edirsiniz, sonra display edirsiniz. Amma mən burada bunu nəyi tercih edirəm? Bunu transparent yazmaq. Yəni ki, bu transparent yazmağın digərsindən müsbət cəhəti nədir ki, bu o border'ın yerini fix eləyir. Amma sadəcə şəffaf olaraq görünmür. Mən burada sadəcə nə edəcəm? Gələcəm, deyəcəm ki, and hover'a gələcəm, deyəcəm ki, bunun xüsusiyyətini deyəcəm ki, border 5 piksel solid. Sadəcə burada border color'ı da dəyişdirə bilərik. Border color olsun bu. Border color'ı dəyişdirsək, burada bir dənə də transition yapacağım. Niyə sadəcə border color'ı dəyişdirdim? Çünki dəyişən xüsusiyyət odur sadəcə. Ona görə o birləri yazmağın bir mənası yoxdur. Is. Və bir də burada nə olacaq? Background color, background white olacaq. Və bura gəldiyim zaman baxaq görək. Gördüyünüz kimi bu effektə gəlmiş oldu bura. İndi burada bunları yerləşdirdik. Amma bizdə necədir? Diqqət edirsinizsə, buranın hündürlüyü ilə buranın hündürlüyü eyni. Yəni, mən burada bir fix hündürlük eləməliyəm. Yəni, bunun hündürlüyü nə qədərsə, bu da eyni hündürlükdə olmalı. Mən bunun hündürlüyünü buradan silsəm, nəyin? Feature image'in hündürlüyünü buradan deactivate eləsəm, bunu da deactivate eləsəm, baxaq görək nə nəticə əldə edəcək. Və burada görürsünüz ki, fikir verin, buranın feature image'in hündürlüyü yoxa çıxdı. Burada okey. Niyə feature image'in hündürlüyü yoxa çıxdı? Çünki onun içərisində konkret bir element yoxdur. Dolayısıyla mən bunu necə eləməliyəm? Gəlirəm, deyirəm ki, bunun içərisinə baxıram buna, bunun hündürlüyü yoxdur. Və bu nə qədər yer tutub? Fikir verin, mən kol altı, baxın. Kol altı nə qədər yer tutub məndə? Bu qədər. Dolayısıyla mən buna gəlib feature image-ə bura height 100% desəm, 100% desəm, bu problemi solve eləmiş oluram. Burada görürsünüz ki, səliqəli şəkildə gəlmiş oldu. Dolayısıyla mən bunların ilk başda sabit hündürlük verərək bunu həll elədim. Sonradan da bunu dəyişdirirəm. Deyirəm ki, height olsun 100%. Bu nə edəcək? Mənim üçün kolonun hündürlüyü nə qədərdirsə, ona uyğun olaraq hündürlük verəcək. Gəldik bu şəkildə və parallaks effektim də o gördüyünüz kimi işləyir. Amma burada görürsünüz ki, bu şəkil belə burada daha görüntü gözəldir, amma bizdə biraz daha fərqlidir. Bunu da fix eləmək üçün nə eləmək lazımdır? Gəlirəm bura, deyirəm ki, background position, bunu da center edirəm ki, şəkil maksimum şəkildə ortaya gəlmiş olsun. Gördüyünüz kimi, bunu da mən bunu save eləməmişəm deyəsəm, save eləmədim. Və bunu bu şəkildə gətirdim, buraya yerləşdirdim. Və burada görürsünüz ki, bu gəldi, burada tam ortaya yerləşmədi. Center eləmədim. Ortaya gətirdi, center elədim. Birincisi sadəcə horizontaldan idi və burada da əgər mənim istədiyim görüntü əldə olunmursa, bunu mən, necə deyərlər, bu center dəyərini dəyişdirə bilərəm. Yəni, şəklimin harda olmasını istəyirəmsə, bunu məsələn deyə bilərəm ki, 200 piksel deyə bilərəm ki, bu mənə, 200 piksel yox, bu center olsun. Yuxarıdan olan effektini mən biraz, məsələn, bottom eləyə bilərəm və ya top eləyə bilərəm. Top eləsəm və bunu, məsələn, gördüyünüz kimi top eləyəndə də mənim istədiyim görüntü olmadı. Belə verə bilərəm. Məsələn, 100 verə bilərəm. Və ondan sonra bunun üzərində oynamaqla ilkin görüntünü düzgün şəkildə gəlməsini təmin edə bilərəm. Yəni, bunu indi mən artıq siz öz istəyinizə görə bunu tənzimləyəcəksiniz. Baxın, bu artıq aşağıya getdikcə dəyişə bilər və bunu mən bu şəkildə yerləşdirə bilərəm.
Və burada görürsünüz ki, background şəkillərlə işləmək biraz da bizim üçün ehtiyac halına gəlir, background şəkillərlə işləmək və bu sectionu da bu şəkildə bitirmiş olduq. Bunu da belə deyək, 100 piksel. Bunu buradan verək. Bizim üçün bu görüntü, hətta biraz da çoxaldaq, 200 piksel eləsək, baxaq, görək bizim üçün istədiyimiz görüntü. Bu daha gözəl görüntü olmuş oldu və gördüyünüz kimi fiksel olaraq gəldi. İndi növbəti sectiona bir dənə baxaq. Gəldik bura və burada görürsünüz ki, bunlar var. Bu artıq bizim üçün növbəti addımdır. Növbəti dərsdə bunun üzərində işləyəcək. Çünki burada biraz hover effektləri biraz fərqlidir. Ondan sonra bunun əsasla həll olunması biraz daha fərqlidir. Burada görürsünüz ki, bu filtrasiyanı biz təbii ki JavaScript-lə eləyəcəyik, amma bu görüntünü bizim CSS-dən yaratmamız lazımdır. Yəni bu belə deyək də bu hover effektləri üzərində işləmək lazımdır. Və bu artıq sizin üçün bir mənada hover effektləri ilə işləmək SAS-ın burada da bizə çox ciddi şəkildə kömək olacaq ki, biz bunların üzərində işləyə bilək. Belə, bugünlük hissə bu qədər. Təşəkkür edirəm. Növbəti dərs